İmam Əhməd deyir ki, bizə Abdullah ibn Yazid danışdı. Dedi ki, bizə Said, yəni İbn Əbi Əyyub danışdı. Dedi, mənə Əbu Əsfad danışdı. Nu'man ibn Əbi Əyyaş Əz-Zuraqidən, o da Xavlə binti Samir Əl-Ənsariyyədən ki, o Rasulullah sallallahu aleyhi və səlləm eşitmişdir, deyirdi. İnnəd dünya hülvətun xadirə. Şübhəsiz ki, dünya şirin və yaşıldır. Və innə ricalən yətəxavvaluna fi malillahi bi qeyri haqqin lehumun naru yevməl qiyamə. Yəni, baxın, istəsək, hər zaman dediyim kimi, bu hədisin hərflərini belə saya bilərik. Şübhəsiz ki, dünya şirin və yaşıldır. Yəni, ərəblərdə yaşıl şey, o rifahın, xoş güzaranın, bolluğun rəmzidir. Şübhəsiz ki, dünya yaşıl və şirindir. Yəni, həm şirindir, dadlıdır, həm də insanı cəlb edən xoş güzaran, xoş yaşayış, cahcəlal içində olan bir yerdir. Və innə ricalən yətəxavvaluna fi malillah. Baxın, ibarəyə baxın, fi malillah. Və kişilər vardır, insanlar vardır ki, Allahın malına dalırlar. Normalda xavvala, yəni bir növ təbiri caizsə suya dalmağa deyilir. Ya da ki, suya dalanda sən suyun içine batırsan, hətta orada boğula bilərsən, o ifadə bax, onu bu anlama gəlir. Və elə kişilər, insanlar vardır ki, onlar Allahın malına dalmışlar. Yəni, mal sənin deyil. Nə qədər mal varsa, nə qədər mülk varsa, aləmlərin Rabbinin malıdır. Və Allah subhanahu wa ta'ala ayətdə dediyi kimi, yəni istəxləfə, yəni o sizi o malın üzərində xəlifə, yəni işçi, məmur, görevli olaraq, kişilər demişkən, səni etmişdir. Yəni, vəzifəli bir şəxsən sən orada, sənin deyil, sən onun üzərində vəzifəli olan birisisən. Bir qeyri haqq, haqları olmadan. Nə zaman haqqı ilə edərsən onu, o malda olan haqqı əda etdiyin zaman, zəkatını verərsənsə, sədəqəsini verərsənsə, haram yoldan əldə etməzsənsə, bunların hamısı onun haqlarındandır. Və innə ricalən yətəxavvaluna fi malillahi bi qeyri haqq. Və desən isə kişilər vardır ki, Allahın malına haqsız olaraq dalırlar. Lehumun naru yevməl qiyamə. Onlar üçün qiyamət günündə od vardır. Bu qədər bəsit, yəni saniyələr içində oxuya biləcəyin bir hədisdə, bir cümlələrdə, iki cümlə də deyil, hətta bir cümlə olaraq oxuya bilərsən, dünyanın vəsfi və o dünyada haqsızlıq edənlərin aqibəti zikr olunur. Yəni uzun kəlama, uzun danışmağa ehtiyac yoxdur. İnsanların vaxtı həqiqətən də qısadır, ömür çox qısadır və insan ömründə ən çox zülm etdiyi şey, ən çox zayi etdiyi şey vaxtdır.